Dersimiz statikadır. Statika nədir? Birinci cavabını deyək. Statika nədir səncə? Sən statika nə başa düşürsən? Baxın, biz mexanika başında dedik ki, mexanikada biz 3 dənə bölmə öyrənəcəyik mexanikanın. Bir kinematika idi, bir dinamika idi, o birisi nə idi? Statika idi onlar. İndi kinematikanı qurtardıq. Kinematika nə idi? Kinematika ümumiyyətlə deyirdi ki, sənə hərəkəti öyrənəsən. Demirəm öyrənməyəsən, öyrənəsən. Amma hərəkətin səbəbini öyrənməyəsən. Dinamika, kinematikanı elə qurtardıq orada. Dinamika deyirdi ki, hərəkət öyrənəsən, hərəkətin səbəbini də öyrənəsən, yağdığın səbəbi də əsasında araşdırır dinamika. Statikada cisimlərin tarazlığını da araşdırır. Cisimlərin tarazlığı. İndi deyirsən ki, dinamika qurtardı ki, yox, qurtarmıyor. Yani bundan sonra təzədən dinamika yəni davam edəcək. Bu da nədir? Elə bir ki, paxlavanın ortasına belə fındıq sadı qoyurlar. Arada qoz, nə bilim falan. Bu da onun kimi. Elə dinamikanın ortasına belə qoyub ki, qalsın burada. İndi biz də bunu keçib bitirəcəyik. Bundan əvvəl indi hissələr müəyyənə birinci kütlə mərkəzini araşdıraq. Kütlə nəyi? Mərkəzi. Kütlə mərkəzi bir anlayışdır ki, yəni çox qəribə bir hadisə var. Çox qəribə bir şey var ki, bütün cisimlər kütləsi bir nöqtədə toplanır. Yəni sadəcə bir nöqtədə. Elə bir ki, kütlə, bütün cismin xassəsini bu görə bilər. Elə bir ki, o türmədə falan dayılar olur. Deyir, mən buralara falan baxıram. Burada da o cisimlərdə bu kimi bir nöqtə var, və kütlə mərkəzi o baxır. Yəni odur. Yəni oradan xarakter. Və ya bu başqa bir deyə bilərik ki, cismin tarazlıqda qaldığı nöqtə kütlə mərkəzidir. Yəni cisim məsələn mən buradan tutsam düşər yerə. Buradan tutsam düşər yerə. Amma elə bir nöqtə var ki, onu qoysam ki, tarazlıqda qalar da bu. Yəni tam o nöqtə nədir? Tarazlıq nöqtəsidir. İndi bəzi fiqurların, indi riyazi fiqurların, asan fiqurların kütlə mərkəzini tapmaq asandır. Məsələn, kvadrat desək, bunun kütlə mərkəzi onun diaqonalların kəsmə nöqtəsidir. Kəsmə nöqtəsidir. Deyək, tam bu. Kütlə mərkəzi budur, göyərtməyə işarə edir. Və ya indi üçbucaqdan medianların kəsişmə nöqtəsidir. Hətta buna riyaziyyatda da ağır mərkəzi deyirsiniz. Göyərtməyə işarə olunur. Yəni başqa hansı fiqur deyək, düzbucaqda da yəni diaqonallar kəsiləcək, paralelogramda da diaqonallar kəsilməsin. Amma indi mən sadəcə götürüb lapka versin qararsan. Desəm ki, deyək lapkanın kütlə mərkəzində. Lapka. Tap. Belə bir şey var ki, belə desənlər kütlə mərkəzini nə tapaq? Bunu öz həyatında da falan edə bilərik, araşdıra bilərik. Tutursan əlini belə, birləşdirirsən, özün əlin onu göstərir. Əlin onu göstərir. İndi bunun üçün bir dənə xəttkeşdən istifadə edib, bunu daha aydın göstərməyə çalışacağım. Bunlarda bir xəttkeşim olmalıdır. Düzgün bir xəttkeş. İndi bu xəttkeşin kütlə mərkəzini təbii ki, indi bunun diaqonalların kəsişmə nöqtəsində də götürə bilərik ki, tam burada altın üstündə durur. Yəni burada 12, burada altın üstündə durur. Amma bunu əlimizdə qoysaq altın üstünə gələcək əlimiz. Daha belə deyil. Başlayıram. Tarazlıqdadır. Gördüyün kimi tarazlıqdadır. Təzən yeniləsəm, yenə eyni nöqtəyə gəlir. Təzən yeniləsəm və ya dəftər üzərində eləyə bilərsən. Səndən bir cisim üzərində eləyirik. Neyniyir? Tarazlıqda gəlib burada qalır. İndi bunu nə deyirik? İndi cisimlərdə belə bir xassəsi var ki, cisimləri təsvir edəndə iki cür hərəkət olur. Bir irəliləmə hərəkəti, bir də fırlanma hərəkəti. İrəliləmə hərəkətini danışır. İrəliləmə hərəkəti nədir? Bu getsin, buradadır. Sonra getsin bura, yəni irəliləsin. Tam irəliləsin. Yəni istənilən iki nöqtəsi ona təzədən paralel qalsın. Deyirdik buna irəliləmə hərəkətində. Fırlanma nədir? Fırlanmada məsələn bu kubdur. Belə fırlansın, bir dəfə getsin, nə bilim belə dursun. Bir dəfə təzədən belə fırlanır da. Fırlanır. İndi bu cisimlər sabitdir. İlk vaxtda ikisi də gördüyün kimi sabitdir. Birində nə olur? İndi bunu da belə çəkək. Görsən ki, irəliləyir. İndi bu zaman onlardır, bu kublar deyil. Fərqli kublar deyil. Eyni kublardır, zaman onlardır. İndi bunun fərqi nədir deyə sualım budur ki, cisimə təbii ki, buradan bir qüvvə tətbiq olunur, isə sükunət deyildir. Qüvvə tətbiq olunur, bir şey olur. Yəni bunun nə ola bilər ki, buna hansı qüvvə tətbiq olunur? Eyni qüvvələrdir əslində. Amma bu fırladı bu qüvvə bunu. Amma bunu düzəltdi. Nə olub? Bu göydən düşüb bu. İndi Frans, səncə nəyə görə? Baxın, belə bir xəssəsi var ki, əgər ki, tətbiq olunan qüvvə və o qüvvənin uzantısı kütlə mərkəzindən keçərsə, bu kütlə mərkəzi fərz eləyir ki, buradır. Kütlə mərkəzindən keçərsə, o cisim yəni irəliləmə hərəkəti verir. Kütlə mərkəzindən keçmərsə, ona fırlanma hərəkəti verir. Daha məsələn, buna bu qüvvə buradan gəlir. Qüvvənin uzantısı.
Qüvvəni uzada bilərsən. Bax, qüvvənin nöqtələrini uzada bilərsən. Tətbiq nöqtəsini uzada bilərsən. Uzantısı yoldan buradan keçir. Amma buna məsələn yarı tepa buradan təyin. Bu da onu fırlatma hərəkəti. İndi bunu nə edəcəyik? Dəftər üzərində yoxlayacağıq. Hə, indi bu cismə baxırıq, görək bu cismin o dediyimiz şeyi bu cisimdə tətbiq etməyə çalışırıq. Bax. İndi bunu kütlə mərkəzli təqrib olaraq tapaq. İndi bilərik ki, bu atomun tam üstündədir. Amma indi baxaq, gördük ki, həqiqətən burdadır. İndi buna iki növ təsir edir. Bir buradan, bir də buradan. Bu da qüvvə təsir edən qüvvə gördüyünüz kimi bunun üzərinə keçəcək. Buradan eləyək bax. Gördün fırlandı. Abi indi buradan eləyək. Gördün fırlandı. Amma indi buradan ne təzən yerə fırlandı bizim. İndi buradan çevirək. Gördüyün kimi irəliləmə hərəkət eləməyə belədir. Yəni fırlanmadı. Veya buradan da eləyə bilərik. Yəni kütlə mərkəzi buradan keçsə, yenə də gördüyünüz kimi. Təbii ki bu tam indi üstündən iləmir etdiyi acı fırlanmalar falan başlaya bilir. Amma yəni nəzər olaraq başa düşə bildik. Kütlə mərkəzinə keçərsə, o ona irəliləmə, keçməsə də fırlanma hərəkəti verir. Bu hissələ canlı tutardı. İndi keçirik nəyə? İndi hissə. Moment. Moment. Belə bir qəribə bir hadisə var. Momentin birinci varlığının bunu deyir. Moment nədir? Döndürmə qabiliyyətidir. Bir cismi döndürmə qabiliyyətidir. Tarazlığın verdiyi ki, pozma qabiliyyətidir. Yəni əslində qüvvə kimi bir şeydir, amma qüvvə deyil. Qüvvə deyil. Bunun nətərindən anlayaq? Təsəvvür elə ki, belə bir dənə dirək var. Elə o şahadəki hündür quş deyirlər, buna. O parklarda falan da olur. Birindən bir uşaq durur, birindən bir uşaq. O. Və aralarındakı məsafənin indi belə bu məsafələr arasındakı məsafə eyni olduğunu nəzərə alaq. 5 dənə çəkdim bura. 1 2 3 4 5. Bununla 5 dənəsini çəkək. 2 3 4 5 5 oldu. 1 2 3 4 5 6 oldu. Məsələn. Eyni olduğunu nəzərə alaq. Aralarında məsafələr də eynidir. İndi buraya bir dənə qüvvə tətbiq edək. Atıram neçə olsun? 50 newton. Və ya belə 10 newton. Burada tətbiq eləyək. İndi hara eləyək? Bura. 10 newton. Səncə bu tarazlıqda qalar yoxsa qalmaz? Qalmaz. Niyə qalmaz? Təsir, axı də eyni qüvvə təsir eləyir. Məsafə uzundur. İndi bunu çox insan deyir ki, tarazlıqda qalar. Həqiqətən fəlsəfi olaraq görsən ki, tarazlıqda qalmalıdır. Yəni 10 bura çəkir, 10 bura çəkir. Tarazlıqda qalmalıdır. Amma qalmır. Bura 10 daha çəkir. Hətta bunu 10 eləməsək, bax ilginc tərəf bu da, bunu 20 newton eləsək, yenə görəcəyik ki, o elə qalır. Gəl elə əsəbləşib bunu elədik 30 newton. Yenə. Bəli, bəli. 40 eləsək də, amma 50 düzə tarazlıqda qalır. Bu deməkdir ki, fırlatma xassəsi, fırlanma qabiliyyəti iki şeydən asılıdır. Bir dayaq nöqtəsi ilə, bax bura dayaq nöqtəsidir ha, o nöqtəsi, dayaq nöqtəsi. Dayaq nöqtəsinin arasındakı məsafədən, bir də qüvvədən asılıdır. Dayaq nöqtəsinin arasındakı məsafəni D ilə işarələsək, qüvvəni də F ilə işarələsək, F-i D-yə vuranda bir kəmiyyəti verir, onun adı momentdir, M hərfinə işarələnir. Moment budur. Momentin vahidi nə olar? Newton vurulsun nə? Metr. Newton vurulsun məsafətdə vurur. Məsafə vahidi metr olur. Newton vurulsun. İndi bunun əsas vahidlərini yazacaq. Əsas vahidlərin yazında Newton nə olurdu? Kiloqram vurulsun metr bölünsün saniyə kvadrat olurdu. Onu da yazsaq kiloqram vurulsun metr kvadrat. Metr bölünsün saniyə kvadrat. Saniyə kvadrat vurulsun metr. Yəni nə olur? Kiloqram vurulsun metr kvadrat bölünsün saniyə kvadrat olur. İndi moment haqqında bəzi şeylərə baxacağıq burada. İndi o lig idi. Yaxamısan göstərdim ki, lig idi. Onu lig deyirlər və lig haqqında danışacağıq. İndi birazdan lig haqqında danışacağıq. Onu sadəcə momenti anlamağım üçün demişdim onu. İndi burada momenti haqqında bir şeyə baxaq. Elə bir dənə təsəvvürlə dayaqdır. Belə.
Bu O nöqtəsindən elə bil ki, bura mismarlamışıq. Bilim nədir? Tutaq ki, lövhə deyil. O nöqtəsini çalıb bura mismarlamışıq belə. Bura mismarlamışıq. Amma belə şey də var ki, burada ağır qüvvəsini nəzərə almaq. Çünki normalda buraxan kimi yük düşəcək yerə. Amma biz buna xassələrinə baxacağıq. Orada amma lazımdır. Burada D nədir? Əslində D. Qüvvən qoludur. Qüvvən qol. Yəni mən aradakı o dayaq arasında məsafə qüvvən qoludur. İndi qüvvən qolunun nə tür olacağını baxaq. Ha məsələn, buradan tutaq ki, bunun arasında olsun məsafə A. Buradan bir dənə F qüvvəsi tətbiq olunsa, momentimiz nə olar? Get tapaq. Qüvvəmiz təbii ki F1-dir, nə buna? F1 qüvvəsi tətbiq olunur. Qüvvəmiz moment F1 vurulsun. D-miz nə olar burada? Bəzi uşaqlar deyirlər ki, buradan bura qədər məsafə çaşırlar. Bax, biz həmişə F yox. Yox. Bax, F deyil. Bunun uzantısı ilə arasındakı məsafə. Uzantısını çəkirsən birinci. Məsafə nədir? Riyaziyyatda məsafə ümumiyyətcə sözün mənası məsələn. Ya belə bir şey göstərək ki, bura B nöqtəsidir. Burada A nöqtəsidir tutaq ki. Həmişə AB olur, biraz şəkil olsun. B nöqtəsidir, burada da A. Bununla bunun arasındakı məsafə deyəndə əslində bu da məsafədir. Bu da məsafədir. Bu da məsafədir. Amma riyaziyyatda məsafə anlayışı bununla bunun elə bir nöqtədir ki, olsun perpendikulyar. Əgər perpendikulyarlıq varsa məsafə olur. Hətta yəni hündürlük yerinə riyaziyyatda məsafə işlənir. Yəni məsafə nədir? Perpendikulyar olmalıdır dostum. İndi bunda da bizə baxaq. Burada sən perpendikulyar yapmaq üçün mütləq qüvvənin qolundan istifadə, qüvvənin uzantısından istifadə etməlisən. Normalda bu perpendikulyar yazıla bilərsən burada, perpendikulyar. Bura ilə buranın birləşdə perpendikulyar olmaz. Ancaq burada olmalıdır. Yəni bura olur bizim nəyimiz? D-miz. D-miz A-ya bərabər olduğuna görə F1 vurulsun A. Və ya indi başqa cür baxaq. Tutaq ki, indi qüvvə sizin ki, biraz qarmağa-çıxlıq yaranmasın. Tutaq ki, indi qüvvə buradan tətbiq olunur. Tam A-nın yarısından. A bölünsün ki, burada. Ha, F vurulsun A bölünsün ki, bura. Çünki qüvvənin uzantısını çəkirsən. İndi bəs tutaq ki, buradan tətbiq olunsun olar. Bunu tap görüm. F3 olsun tutaq ki. Yox. Sıfırdır. Birinci riyazi olaraq baxaq. Görürük ki, yendiririk. Məsafə nə olur? Sıfır. Məsafə sıfır olduğuna görə olmur. İkinci halda ağırlıq qüvvəsi var. Ağırlıq qüvvəsi əslində olmasa, bunu sən buradan vurmursansa, buradan aşağı belə bir qüvvə ilə bunu sıxmağa çalışsan, sıxsan tərpənməz. Sən onu bu moment odur ki, bunu nətər şey eləyə bilərəm. Daha qəşəng fırlada bilərəm. Yəni fırlatma qəşəngliyidir bu. Oradan ləsən fırladan bilsin. Və ya bura deyil. Tutaq ki, lövhəni oradan lehləmişik. Buradan bir F qüvvəsi gəlsə, fırladan mən. İndi bir dənə də bir şeyə baxaq burada. Bu ümumi bir dənə düsturda bu lazım olur orada. Bir dənə də bunu da çıxardaq. Əslində sadə mövzudur bu mövzu. Təsəvvür edək ki, bu direkdir. Və bura çubuqda tutaq ki, bura bağlamışıq. Çubuğa buradan bir dənə F qüvvəsi olunur. F qüvvəsi olunur uzun nöqtəsində. Çubuğun uzunluğu da L-dir. F nöqtəsinin arasındakı bucaqdakı verək alfa. Sənə sadəcə falda alfa verilib, bir də L verilib, qüvvən də verilib, deyir ki, momenti tap. Burada nə edirsən? Yəni, bu tip məsələlər verirlər. F bərabərdir nə? M bərabərdir, F-də deyilmi? F-də. F-in var, D-ni bilmirəm. D-ni də tək tapırıq, buradan perpendikulyardır. Bunu ilk bir dəfə mən yazıram, yəni çıxarılışını yazıram. Sən yəni bunu biləndən sonra artıq həll edəcəksən. Burada sinus alfa nəyə bərabərdir? Sinus alfa nəyə bərabərdir? Burada deyil. Qarşı bölünsün hipotenuz deyil. Bax qarşıdır, bura hipotenuzdur. Qarşını D-ni biləsən elə. D bölünsün L. D nəyə bərabərdir? L sinus alfa. D bərabərdir buradan L sinus alfa. Gəl bura qalsan M bərabərdir nəyə? F-D sinus alfa. F-D yox, F-L sinus alfa. D bərabərdir L sinus alfa. Lasin. Burada nəsə qoy, şəkilli olsun da. Flash nə bilir, gör nə gəlir.
İndi gəldik momentlər qaydasına. Yəni momentlərin qaydasına keçirik. Üçüncü hissəmiz. Bunu anladınsa, sadə mexanizmlərə keçəcək. Bundan sonra sadə mexanizmləri artıqca anlaya bilərsən. Momentlər qaydası. Əslində çox sadə qaydadır. Və bilirsən, az əvvəllədik. Qaydası. Momentlər qaydası budur ki, saat əqrəb istiqamətində olan momentlərin əslində yəni riyazi forması budur ki, sistemdə olan bütün momentlərin cəmi sıfıra bərabərdir. Əgər sistem parazitdadırsa. Momentlərin cəmi sıfırdır. İndi bunu biraz peşə-peşə düşmədim təbii ki. Amma indicə bunu başımda sallayırsın. Amma indi bunu gəl göstərək. Belə bir dənə liqimiz olsun. Burayla buranın arasındakı məsafə olsun. Məsələn, tutaq ki, buradan bir F1 qüvvəsi tipik olsun. Buradan da, tutaq ki, belə uzundur. Buradan da onu seçək. F2 qüvvəsi tipik olsun. Burayla bura arasındakı məsafə olsun nə? Atıram. D1 olsun. D2 olsun daha doğrusu. Burayla bura arasındakı məsafə olsun. D1. Buradakı qüvvə nə? Bax, bu nə eləmək istəyir bu qüvvə? Mən aşağı sadə əqrəb istiqamətində bunu döndürmək istəyir. Görsən, bu nə eləmək istəyir bəs? Sadə əqrəbin əks istiqamətində döndürmək istəyir. Bunların əgər tarazda qalması üçün sadə əqrəb istiqamətini döndürən momentlər sadə əqrəbin əks istiqamətində döndürən momentlərə bərabər olmalıdır zəmin. Yəni bunu az əvvəlki misalda denəyəcək. Burada onu görəcəksən. Yəni F1D1 bərabərdir F2D2. Yəni ümumiyyətcə bunu tək düstur budur. M saat bərabər olmalıdır nəyə? M əks saat. İndi gəl bundan bağlı bir nümunə işləyək, görəsən nə demək istədiyimi. Bunlar liqdir. Liqə keçməmişdən əvvəl. Bura olsun A, bura olsun A, bura olsun A, bura olsun A, bura olsun A. Bura olsun A, bura olsun A, bura olsun A, bura olsun A. Bunu verirəm ki, birinci məsafələr belədir də. Evet, buradan da tutaq ki, olsun, neçə newton? 40 newton. 40 newton. Buradan, indi hələ gözlə. Buradan da tutaq ki, F2 olsun. F2 olsun. Bir də sual budur. F2 nəyə bərabər olmalıdır? F2 nəyə bərabər olmalıdır ki, sistem tarazlıqda qalsın. O dəqiqə belə eləyirsən. Bax, məsələn, imtahandasan, lig sualı gəldi. Açdın, gördün ki, lig sualıdır. Axı, orada deyirlər, aşmin, 3 dəqiqə aşmin deyirlər, adam səbir, abdüstdən səbir tutmasın, olur ki. Hə, ona tez bir gözü bir aç bağla dedi ki, hə, ligdən sual var. Ligdən sual var, sevin, bir şöhtən nəfəs var, falan filan. Həm orada oynayla, yallıq olmaq tezin qayıtacaq. Burada momentin düsturu nədir? F-dir, bilirsən. Bu bərabərdir buna. Yazsan ki, F1 D1 bərabərdir F2 D2. Sadə əqrəbinə kim fırladırdı? 40. Onun qolu nə qədərdir? 1, 2, 3, 4. 4 A. 4 A. Bərabər olmalıdır nəyə? F2 sadə əqrəbin əksinə fırlatmaq istəyir. Yəni çox deyir ki, buradakı qüvvə ilə buradakı qüvvə ilə yox. Bu qüvvə bəlkə belə oldu. Bax görsən bu da sadə əqrəbin əksinə fırlatmaq istəyir. Yəni bununla bağlı biraz nümunə işləyəcəm. Görəsən. Bu nədir? 2A vurulsun F2. A'lar getdi. Bundan getdi, qaldı 2. F2 bərabər neçəyə? 40-a. 40, 80-ə. 80 metre. Sadə, çox sadə şəkildə. Bununla bağlı başqa bir nümunə işləyək. Ondan sonra keçəcəm. Əslində bu liqdir. Keçmişəm liqə. Momenti izah eləyən dərsə tutarıq. İndi tutaq ki, burada yenə məsafələr eyni olsun. A yazmıram, nədir? Sonra gördüm ki, A həmişə ixtisar gedəcək. Buradan tutaq ki, tətbiq olunsun 30 newton. Buradan tətbiq olunsun 10 newton. Buradakı qüvvənin neçə olduğunu soruşur. F3 olsun. F3 bərabərdir sual işarəsi. Nə edirsən? Kim sadə əqrəbini istəyir? Gördüyün kimi təkcə bu.
Və bu sadə qələbini istəyir. Sadə qələbin yazıcı. 30. Vurulsun neçə? 3. Bərabər. Kim sadə qələbin neçəsini istəyir? Bundan bu. Bunun momenti 10 vurulsun 1. Üstə gəl. Axı demişdik sadə qələbin istiqamətində olan momentlərin cəmi sadə qələbin əksi olan momentlərin cəmləridir. Buradan bir dənə də buydu. Buradan da ama var. 2 vurulsun F3. Sadə. 90 çıxılsın 10. 80 bərabərdir. 2F3. F3 bərabərdir. Hə? 40. İndi istəyirəm mən bir təcrübə eləyək. Hə, indi burada da liqimiz var gördüyümüz kimi. Bu liqdə və aralarındakı məsafələrdə belə görürük ki, buradan 1, 2, 3, 4, 5, 6 və xəttlərlə qoyulub və bu xəttlər arasındakı məsafə də eynidir. Biz burada nə demək istəyirik? Məsələn, bunu gətirib 5 kiloqramlıq yük götürüb bura qoyduq. Sonra 10-u getdik, bura qoyduq. Gördüyümüz kimi 5 ondan kiçik olduğuna baxmayaraq, riyaziyyat elə bil ki, burada çıldırır da bir sözlə. 5 ondan kiçik olduğuna baxmayaraq, amma burada 5 onu qaldırır. Hətta bura gətirib bir dənə də 10 qoysaq görən nə olar? Gördüyünüz kimi biraz yavaş-yavaş dengə eləməyə çalışır. Amma 20-yə qarşı 5 hələ də ola bilmir. Amma bura gətirib 5 qoysaq məncə bəli, tarazlıqdan mı qalır? Yox. İndi bunu bir tarazlığa gətirməyə çalışacağıq və hesablayacağıq görək bunun tarazlığa gələcək yoxsa gəlməyəcək. Bunun geometri qaydasını hesablayacağıq. İndi bir dənə sual qoyduq, misal qoyduq və misal təcrübədə eləyəcək görək, təcrübədə alınırlar. 5 newtondur, tam dibə qoymuşuq və 8 dənə buradan məsafə var, 8 dənə buradan məsafə var. 5 dənə newton buradadır, 5 dənə newton. Yəni 10 newton da buradadır, 4 dənə newton. Və indi buradan hansı qüvvə olmalıdır ki? Yəni ondakı tam uz nöqtədən olmalıdır alaq. Uz nöqtədən F3. F3 nə olsun ki? F3 nə olsun ki? Biz sistemimiz arasında qalsın. Bunu hesaplamaq üçün nə deməliyik? Bax, tam bu qanunu istifadə etməliyik. M saat bərabərdir əks saat. Yəni sadə qələbdə olan müddətlərin cəmi, sadə qələbdə əksi olan müddətlərin cəmi bərabər olmalıdır ki, bu qısımda eləsin, tarazlıqda qalsın. İndi bundan gələk görək, kim sadə çıxartmaq istəyir? O deyirlər kim yapmış, kim ayaq. Olan kimi. O arxaya kim atmaq istəyir? Bundan bu. Bu 5 vurulsun aralarında məsafə. Bunu yazaq belə. F1, D1, üstə gəlir. F2, D2 bərabər olmalıdır nəyə? Saatın əksinə. F3 deyəcək. F3, D3. Yəni tutaq ki, bu F1 idi, bu F2-dir, bu F3-dür. Bu 5 newton, bu əslində 5 newton olmur. 5 newton olmur. 5 kilogram kütlə də var. Kütlə idi orada. Bunu da belə edirik. Buna vurma. Yəni C'nin təqribən götürürəm. Yəni ya da bir bax C'dir. MG deyil mi? MG newton, MG newton. Yəni C'nin qiymətini yazılmışdır da. Bu da F3. Buna deyirik. Belə. Yəni fərqli bir şey eləmədim. Sadəcə C'yə vurdum ki, əslində burada vaxtını alırsam. Yəni sadəcə yazıram da bunu ki, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8'i vururam, D8 8 idi. 8 vururam 5'ə, 5 geriyə. Üstünə gəldim. Bu. 10'u vururam, 10 geriyə. 1, 2, 3, 4'ə. Bərabər ilə nəyə? 1, 2, 3, 4, 5, 6, 7, 8 vururam nəyə? F-ci. 8 vururam F-ci. Buradan əslində C'ni yazmasak da olardı. Yəni ya da 10 gün olardı ki. Çünki C'ni 10 gün təqribi. Çünki sualımız alınsın da. 10 gün təqribi götürür onlar. Sualımız da sanalımız. Yəni 50-nin 8'ə vur. 400. 400 var. 400. Onu vur buna. 400. Bu da verdi. 8 vurulsun. 700. Bu da 400, 800. X bərabərdir nəyə? 100'ə. 100'ə. Burada nəsə çıxarmır kütləli istismalıyıq. F bərabər MC deyil miydi? MC deyil miydi? Şimdi C'ni 10 götürsək, burada F-sini də 100 tapmışam. Orada mən nəsə kilogram kütləli asmalıyam. 10 kilogram kütləli cismi. Buradan assam, tam buradan assam, bunlardan ki də bu halda götürsək, sistem tarzı qalmalıdır. İndi bunun deneyini görək, həqiqətən belə yoxsa yanına burada danışmışam. Dediyimiz kimi bunu indi gətirib bura üzə qoymağa çalışacağıq. Onu gətirib bura qoymağa çalışacağıq. Və indi buradan neçə newton demişdik, tətbiq olunsa olar. 10 kilogram kütləli cisimdə tam burada olsa, tam uzun nöqtədə olsa, sistem tarazlıqda qalarmış. Görək qalacaqmı?
1 kilogram kütləli qoyduq bura. Onu da qoyduq bura. Belə idi də bizdə. Bizim mal üçün belə idi. 1, 2, 3. Dəsən 3 oldu. Yox, 4. İndi bura 10 kilogram gəlsə, tam bax divə. Sistem tarazda qalar. Və gördüyümüz kimi sistemimiz nədir? Tarazda qaldı. İndi momentlər qaydasını qurtardıq. Sadə mexanizmləri keçəcəyik. Dördüncü nə? Sadə mexanizmlər. Sadə mexanizmlər. Sadə deyildiyinə baxmaq üçün mürəkkəbdirlər. Amma əslində sadədirlər, amma niyə sadədirlər deyim. Momentlər şərtini anladınsa, qavradınsa, artıq sənin üçün bitmişdir bunlar. Momentləri anladınsa, bitir. Biri var lig. Birinci sadə mexanizmimiz ligdir. Birinci liglə başlayaq. Lig. Link. Link nədir? O biaxçı fiqur idi. Yəni biaxçı çəkdiyimiz şey budur və biax dediklərimiz hamısını təkrar etsəm video uzun var. Onun üçün yəni dediyimiz şeylər budur. Biax dediyimiz nə aiddirsə budur. Buradan bir F1 varsa, buradan bir F2 varsa, aralarında məsafəndə ya olsun bu D1, D2, bu olsun nə? D1. F1 D1 bərabər olacaq nəyə? F2 D2. Bu qədər. Başqa heç bir şey yoxdur. Sadəcə bu. Buradan bir dənə qüvvə olsa, yəni sağdan sıradan sağdan əksinə sıradandır. Yəni tək qaydamız budur da. Hətta belə deyim ki, sadə mexanizmlərin iş prinsipi. Sırf momentlər qaydasını istisna. Momentlər qaydası nə idi? Sadə qırma sıradanlar, sadə qırma əksinə sıradanlara bərabər olmalıdır. Bərabər olmalıdır. Hətta bunu deyim ki, bunu 3 dəfə Arximed yaradır. Arximed burada qazanc deyilən bir şey var. Mexanizmlərdə qazanc deyilən bir şey var. Qazanc haqqında danışmaq istəyirəm. Qazanc deyilən bir şey var və Arximed bunu yaradı. Burada həqiqətən qazandıq da. Yəni qazandığımızı görürük burada. Yəni buradan əslində buradan neçə newton var idi? 10 newton var idi və 20 newton var idi burada. Biz bunu 5 newtondan qaldıra bildik. Gör nə qədər qazandıq. 5 newtondan gör nə qədər şey elədik. Və necə bura bir dənə cisim götürək. Belə bir dənə cisim götürək belə. Aralarında məsafə olsun. 1 olsun bura. 2 olsun, 3 olsun. Tam buradan da saçımız olaq. Burada olsun tutaq ki 100 newtonluq cisim. Yəni 10 kilogram olsun. 100 kilogram olsun. Aşağı doğru nə qədər newton çəkir bu? 1000 olar. Çünki ona vurur axı. Yəni 10 newtonluq qüvvə var. İndi buradan sadəcə bunu tarazda qaldırmaq üçün nə qədər lazımdır? 333 newton. 333 newton. 3-ə bölürük də. 1, 2, 3. 3-ə bölürük. Yəni gör nə qədər qazandıq. Normalda 100 newtonluq bir şeyi 333 newtondan həll edə bildik. İndi bunu Arximed kəşf edəndən sonra özünə deyib ki, hətta bunu biraz şirdərək deyib ki, yəni bilim cəmiyyətinə, insanlar cəmiyyətinə deyib ki, mən direkt gətirin, dünyanın yerindən oynadım. O sözü var, onun Arximedin məşhur sözüdür. Yəni o sözü buradan ilham aldım. Yəni qazanılan diye bir şey verilen bir şey var burada. Ya bunu da deyim ki, fizika hamını belə sevindirməz. Fizika, o karma deyirlər, nə deyirlər, o ədalətdir, nə bilim, mütləq ədalət falan, fizikada da var. Fizika deyir ki, sən heç vaxt qazana bilmərsən. Yəni ki, bunu qazandım, axı bu dünyanı yerinə oynadım. Qazandım, axı. Qazana bilmərsən, dost. Qazana bilmərsən. Fizikanın, mexanikanın qızıl qaydası var. Mexanikanın qızıl qaydası deyil, adı o deyil, yoxsa mən belə o qədər məcal tutulma söz deyirəm ki, mexanikanın qızıl qaydası var. Deyir ki, qüvvədə neçə dəfə qazanılırsa, məsafə də o qədər itirilir. Qüvvədə neçə dəfə qazanılırsa, məsafə də o qədər itirilir. Nə deməkdir bu? Sən burada 333 newton, yəni 3 dəfə qazandın. Qazancını da tapırıq. Ümumiyyətcə qazanc Q hərfinə işarə olunur. Bunu deyim, qazanc Q hərfinə işarə olunur. Və böyük qüvvənin, yəni bu hal üçün deyirəm, burada böyük qüvvənin və ya bu halda deyəcəm olar, kiçik qüvvəyə nisbətidir. Yəni böyük qüvvə nədir? 300, bu da 333, yəni bunun tamamı da var, onu nəzərə almadım. Tamam, bölündə 3 edir, 3 dəfə. Və ya böyük D-nin, D böyük, bölünsün D kiçik ilə tapmaq olur. D böyük həqiqətən nədir? 3-dür, bu da 1. 3-ü 1-ə böləndə də 3. 3 dəfə qazandı. Amma 3 dəfə qazandı, amma məsafədə də 3 dəfə itirəcək. Bu nə deməkdir? İndi gəlin də bunu araşdıraq. Qapı olsun nəzərə alaq. Qapı olduğunu nəzərə alaq. Belə bir dənə qapı olsun. Qapının elə bir ki, dirəyi buradır, açırsan belə, indirsən. Qapı elə bir ki, göydən baxırsan da. Göydən qapıya baxırıq.
Qapıdakı yəni belə bir dənə şey trayektoriya düzə bilir. Yəni açılanda belə gedə bilir, bura gələ bilir bura. Bura tutaq ki, olsun A nöqtəsindən, tutaq ki, qapı B nöqtəsinə qədər gələ bilər. Sən də bunu buradan da etələyə bilərsən. Buradan etələyə bilərsən. Buradan çox qüvvə tətbiq eləyəsən. Çox yox, az qüvvəni tətbiq eləyərək qapını aça bilərsən, gətirə bilərsən bura, gətirə bilərsən, gətirə bilərsən bura, gətirə bilərsən bura. Amma buradan daha çox qüvvə tətbiq eləməlisən. Daha çox qüvvə tətbiq eləməlisən. Yəni göründü burada qazanmışsın paylaşımda. Qüvvə görə nə qədər qazanırsan. Normalda daha çətindir bunu burada gətirmək, normalda ağırdır. Amma buradan yavaşca bir qüvvə ilə bu qapını sökə bilərsən. Sevinmə. Buradan məsafən uzundur. Amma burada qapını bu tərəfə gətirmək üçün məsafə gör nə qədər qısadır. Tam belə qısadır. Burada gör nə qədər məsafə getməlisən, amma burada məsafə. İndicə bunu da denəyək. Burada qapı var. Bu qapını gəl dartaq. Buradan çox az neysə, bunu evinlə falan da edə bilərsən, hər kəs edə bilər. Qapını görsən ki, çox nədir? Az bir qüvvə ilə çevirə bilirlər. Amma məsafədə itirirəm. Bax, gör nə qədər qolum gəldi, əlim gör nə qədər gəldi. Amma az qüvvə tətbiq edirəm. İndicə bunu divdən eləsəm nə olar? Divdən eləsəm. Biraz çətindir, bunu ya bu tərəfdən görə keçə bilərsən. Buradan eləməyə çalışsaq. Biraz ağır olur. Bax, əlimə də silə bilirsiniz, öz qapınızda da siz eləyə bilərsiniz bunu. Biraz ağır olur, amma çox az məsafə gedir. Məsafə də qazanırım bu dəfə də, bax. Gördün? Əlim çox az hərəkət elədi. Əlim bu qədər cəm hərəkət elədi. Amma burada nə qədər elədi? Çox hərəkət elədi. Yəni burada əslində belə deyə bilərik, moment sabit qalır. Qapının burasında elədiyin moment, orada elədiyin moment, bax burada elədiyin moment. M1 deyəsən bura. Bura M2 bərabər olur. Yəni məsafə də D desək bura, burada da məsafə D desək. Yəni F1 D1 bərabər olur F2 D2. Yəni burada qüvvəm buradan eləndim də, indi buradan elədim. F2 oldu. Bu qüvvəm çox oldu. Yəni daha doğrusu az oldu çevirmək üçün də. Məsafə nə oldu? Məsafə çox oldu. Yəni sabit qalmağa çalışdı. Bu artdısa bu azaldı burada. Amma bu artdı. İndi bu artdı, bu birisi halında bu azaldı, məsafəm azaldı. Amma qüvvəm artdı. Daha çox qüvvə tətbiq eləməli oldu. Bu eynən liq üçün də keçərlidir. Məsələn, belə bir liq düşünək. Liq üçün də keçərlidir. Buradan nə olsun ki, kütlə var və buradan onu rahatlıqla qaldıra bilirsən. Burada gör nə qədər məsafə getməlisən ki, sən bu qədər getməlisən bunu. Tutaq ki, bura getmək üçün də. Bunu biraz kiçik yazaq. Belə. Sən bu qədər getməlisən ki, bura. Gördün? Burada gör nə qədərdir, amma burada gör nə qədər gələcək. Bu dişində bura gələcək. Yanğın qızıl qaydası. Heç bir işdə qazanc olmur. Yəni qazanc yox, qazanc var. İş müsbətdir, iş olmur da elə bil ki. İşdə qazanc olmur. İşdə qazanmır, çünki məsafədə itiririk və ya qüvvədə itiririk. İndi liqin iki növ var idi. Biri çəkisi nəzərə alınmayan liqlər var. Onun haqqında danışdıq, hətta deneyim də elədik. Yəni çəkisi nəzərə alınmadı. Biraz çəkisi nəzərə alan liqlər. Bu nətərdir? Orada da əslində çox fərqli bir şey yoxdur. Yəni gəl eləməyə çalışaq. Belə bir dənə liq olsun. Buradan da de, belə bir dənə çəksin. 1, 2, 3 dənə buradan olsun. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə də buradan olsun. 4, 5, 6, 7, 8 daha. 8 buradan olsun. İndi 1, 2, 3, 8, bir də olsun, 9. 9 olsun. İndi buradan nədir işin ana məqsədi budur ki, burada artıq çəkisi nəzərə alınır. Yəni sən buradan suallarda görəsən, bunu deyəsən hardan bilinir? Burada suallarda deyirlər. Deyirlər kütləsi 220 kiloqramdır. 20 kiloqramdır. Buradan F1 qüvvəsi tətbiq olunur. F1 açıq bir rəqəmdir. 9 idi, burada 90 Newton olsun. 90 Newton buradan tətbiq olunur. Buradan da deyirlər ki, F2 nə qədər olmalıdır ki, sistem sabit qalsın. Amma burada kütləsini verirlər. Burada nə edirsən? Həmişə bunun kütlə mərkəzi. Kütlə mərkəzi harda olar səncə? Tam içinin ortası. Dirəyin ortası. Bura yox, buranı atsan kütlə mərkəzi deyəndə. Tam bu cismin kütləsi, mərkəzi harda olur? Ağır kütləsi, kütlə mərkəzi ağır kütləsi tətbiq olduğu nöqtədir. Kütlə mərkəzi 8 oradan 12 dənə idi, 6-cı da olar. 1, 2, 3, 4, 5, 6. Tam bax burada. Görürsən ki, tam ortasıdır bura. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 6. Ortası döyülmüş. Bir dənə S yazmış. Gəl birini də yazaq onda. Bu neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İndi 9 oldu.
Bura 90 Newton olsun. 90 Newton. İndi hardan olur? 1, 2, 3, 4, 5, 6. Da buradan. Buradan olur MC. MC buradan aşağıdadır. Sadece əlavə nə oldu? Burada MC deyilən bir şey oldu. Onu zaten verib M-i. C'nin 100% verib. Oldu nə? 200 Newton da buradan. Çəki nəzər olunur. Sadece əlavə olaraq buradan çəki nəzər alasın. Bitdi getdi. Ondan sonra hesablayasın. Görüm kim saat əqrəb əks saatadır. M saat bərabər idi. M əks saat. M saat nə idi? Burada 90 vurulsun 9. Üstə gəl. Üstə gəl. Vurma yox. Üstə gəl. 1, 2, 3. 3 vurulsun 200. Bərabər olmalıdır nəyə? 3 vurulsun F2'ye. 99 bunu neçə eləyir? 810 eləyir bu. Üstə gəl. Bu eləyir 600. Bərabərdir nəyə? 3F3'ə. F3 demişik ben. Nə demişik? Sıradan çıxdı F3. F3 nəyə bərabər olur? Bu neçə eləyir cəmi? 1430. 1410, 1410'da çabır. 770. 470 dəqiq. Sən güvənlə. 470 Newton demək ki, belə bir qüvvə var. Yəni burada sadəcə ana məqsəd nədir? Ev kütləni nəzərə alasın, çəkisini nəzərə alasın. Başqa asandır. Bir də burada reaksiya qüvvəsi var. Bir dənə o lig haqqında onu da danışaq. Artıq keçək tərpənən-tərpənməz bloklara. Lig haqqında belə bir şey də var ki, bir də. Bu ipdən də asıla bilər. Lig yəni bir ipdən də asıla bilər. Belə bir ipdən də asıla bilər. Bir ipdə gərilmədə reaksiyada nəyə bərabər olur? Onu tapaq. Birinci, əslində gərilməni tapsa reaksiya eyni şeydir. Onun üçün belə bir şey yazaq. Bunu da əslində bildiyimiz şeydir bu da. Həqiqətən bildiyimiz şeydir. Bunu tapaq ki, aşağı doğru çəkən bir qüvvə olsun, F1 olsun. Aşağı doğru tutaq ki, 1 də olsun, F2 olsun. Tutaq ki, buradan da bir F3 olsun. F3 olsun. Sən desə ki, reaksiya qüvvəsi nəyə bərabərdir? Bu dayaqda bu sıxır da bunu. Bunu sıxırsa, bu da reaksiya qüvvəsi yaranır. Yəni, en reaksiya qüvvəsi yaranır. Biz nə demişdik? Əgər cisim sükunətdədirsə, yəni sabitsə, aşağı doğru olan qüvvələr yuxarı doğru olan qüvvəyə nə etməlidir? Bərabər olmalıdır, bəli. Aşağı doğru kimdir? F1, üstə gəl, F2, üstə gəl, F3 bərabər olmalıdır nəyə? Elə. Sadə. Sadə. Və ya tutaq ki, bunu indi asıq var bir yerdə. Belə də çaldırılır. Yəni özünü çaşdırmır. Belə bir dənə asıq var. Asıq var bir yerdən. Burada həmişə gərilmə qüvvəsi yadında saxla. Bunu tutulan yerə istiqaməti olur. Tam da bu istiqaməti. Yəni də aşağı doğru olunlar, yuxarı doğru olunlar bərabər olmalıdır. Hamısı toplayırsan. Biri belə olsaydı, bu nə olur? Bura getir. Çünki axı burada da tutaq ki, burada olsun F4. Gəl F4. Buradan olmalıdır. Yəni bundakı bil. Bu illərin səhvləri üçün imtahana bununla bağlı çalışmışdım. Sadə məqamda keçək tərpənən bloklar. Bunlar da saxta tərpənən-tərpənməz bloklar. 1 ya da 2 deyək buna. Nə? Tərpənən blok. Tərpənməz blok. Tərpənməz blok. Tərpənməz blok əslində blok nədir? Trenajörlərdə falan belə idman edirsən. Orada belə blok asılır da buradan. Belə blok. Yəni o blokdur. Buradan tutaq ki, M kütləli cisim asılsın. M kütləli cisim asılsın. Buradan da bir F qüvvəsi. Necə görə burada qazanc nədir? Ümumiyyətlə bu F nəyə bərabərdir? F nəyə bərabərdir onu tapaq. İndi çox adam bir baxan kimi deyir ki, F MC-yə bərabərdir. Doğru deyirlər. F buradan çəkən qüvvə MC-yə bərabər olur. Amma indi onun əsl səbəbinə gəlir. Qüvvə nədir? Burada MC-dir. MC-dir. Buradakı F-dir, buradan MC-dir. İndicə MC-nin qolunu bax, gör MC-nin qolu nədir? R. R. Bax, tətbiq nöqtəsi burada, dayaq nöqtəsi burada, R. Bəs F-in qolu nədir? O da R. İndi yazıram ki, FR, F vurulsun R, yəni momentum yazıram da. Bərabər olmalıdır nəyə? MC vurulsun R-ə. MC vurulsun kimə? R-ə. R gedər, F bərabərdir MC. Bu nədir? Tərpənməz blokda, işdə qazancı olmur. İşdə yox, qüvvədə qazancı olmur. Qüvvədə qazancı olmadığına görə məsafədə də qazancı olmur. Və deyə bilərsən ki, bunu nəyə görə istifadə edirlər? Səncə bu aləti nəyə görə istifadə edirlər? İşdə qazancı olmursa, yəni qazancın
bir şey, məsələn, burada binanın tam tutaq ki, təpəsindən fəhlə yük daşıyır. Bu yükü əgər belə daşısa, bu yolmağı bir kənara, yolma təhlükəli olacaq. Belə bir dənə tutaq ki, binanın içərisinə məsələn dartsa, təhlükəli olacaq fəhlə üçün. Ona bu bloka qoşdular bunu, bloka qoşurlar. Qüvvənin istiqamətini dəyişə bilirlər. Əslində tutaq ki, bunu bura dartır, yuxarı qalxır. Əslində yəni buradan yuxarı qaldırsan qalxar da. Amma aşağı gedir. Əlinə belə eləyir, o yuxarı qalxır. Yəni ana funksiya nə idi? Qüvvənin istiqamətini dəyişir. Sırf qüvvənin istiqamətini dəyişmək üçün. Və ya tırnaq orada. Sən götür idman belə eləmirsən. Sənə belə fayda verir deyə onu blok qoşmusan orada. Və var tərpənən blok. Tərpənən blokunu eləyir, yəni tərpənir. Həqiqətən də tərpənir. Tərpənən blok belədir, bunu da bəlkə də görərsən. Bunu dartanda bu gedir. Bu blokun özü tərpənir. Dartanda bu gedir və sadəcə yük funasılıdır. Daha belə oldu. Ümumiyyətcə bu tip şeylərdə həmişə ilgiləcəyin bir şey olsun. Birinci gəl sənə bu üsul öyrədim. Bundan sonra polispat ki, polispat nədir? Polispat tərpənən blokun, tərpənməz blokun qatışıqdır. Real həyatımızda biz ancaq polispat istifadə edirik. Çünki qüvvənin istiqamətini dəyişmək lazımdır. Amma bu cür qazanc verəcək. Həm də qazanc lazımdır bizə. Ona görə polispat istifadə edirik. Amma polispata keçmədə bundan istifadə edirsən, polispat əslində suallar çox çətin olur. Amma bu üsulla hamısı olacaq. Sadəcə ipi takib edirsən. İp hara gedir sözünü alır. Qələmi tursan, deyirsən ip takib edəcəm. Bura qədər F idi də. F deyil miydi? Buradan o tərəf nə olur? Bu da F olur. Bura F-dirsə, bura da F olur. Bura F. Bura nə olar? F. 2F. F. 2F-dir. Belə F deyəsən. Axırda yüşə. Axırda elə bir ki, toplu yükə gələsən. İndi M nə çəkir? MC-ni nə çəkir? MC-ni 2F çəkir də. 2F qalır burada. 2F nəyə bərabər olur? MC-yə F bərabərdir. MC bölünsün ki. Əgər nəxəçini yazıbsa, demək ki, qüvvədə qazanc o qədərdir. Burada qazanc nə qədərdir? 2 dəfədir. 2 dəfədir qazanc. Və düsturlarda lazım olur. Çünki sənə kütləni verirlər. Deyirlər ki, F nə qədər olmalıdır ki, cisimdə ata bilək. Onda bu qoyub yazasan. Yəni çəkcək qazanc bilmək üçün lazım deyil düstur. Yəni ifadə üçün lazım. Amma bunun digər yaxşı səbəbi. Sən deyirsən ki, mən bu səbəbi belə xoşlamadım. Belə xoşlamadınsa, burada da tətbiqdə yaxud təsir edir ki, buradan götürülür tətbiqdən. Yəni MC-nin qolu nə qədərdir? R-dir. Yəni sanki MC vurulsun R, bərabər olmalıdır. Yəni burada R-dir. F vurulsun, F-in qolu nə qədərdir? 2R-dir. R. 2R. Bununla bu gedər, F nəyə bərabər olar? MC bölünsün ki. Yəni alınır. Ümumən də polispata keçək, polispatı izah edeyim. Ondan sonra bitirdik. Bunun nə qədər qalıb? Bunundur lan. 4, 2, 5-ciyə keçəcək də, bəli. Polispat. Polispat nədir? Belə bir dənə. Tutaq ki, buradan bir ip gəlsin. Bu gəlsin, buna bağlansın. Bu gəlsin, buna bağlansın. Bu gəlsin, buna bağlansın. Belə birini çəkək də. Bəsdir. Bu da gəlsin. Belə. Birini də çəkək də. Son dəqiqə. Bir də taşı buradan olsun. Artıq buradan bir dənə F qüvvəsini dartsan buna. Görək indi qüvvədə nə qədər qazanc əldə edərik. Burada belə. Deyəsən ki, nə qüvvəsini tutaq ki, bir dənə cismi yükü daha dartırıq. Yəni kütləli bir dənə yekə düşdü. Həqiqətən də kranlarda bunu istifadə edirlər. Dartırıq. İpi takib edirsən. F-dirsə F-dir, bəli. F-dirsə F-dir. F-dirsə bunlar bura bağlayaq, bunlar bura bağlanmalıdır bunlar. F-dirsə F-dir. F-dirsə F-dir. F-dirsə F-dir. F-dirsə F-dir. İndi buradan baxırıq. F, bura nə oldu? 2F. F, bura nə oldu? 2F.
F 2. Buranın da dartan da MC idi. MC nəyə bərabər olar? MC nəyə bərabər? 6F. 6F. F nəyə bərabərdir? MC bölünsün 6 bərabər. Qüvvədə 6 dəfə qazı verir. İndi bu nə deməkdir? Əslində bu tutaq ki 100 kiloqramlıq 1 tonluq cisim olsa, bir də 120 şeydir kiloqramlıq cisim olsa, yəni 120 newtonluq qüvvəni sən neçə edəcəksən? 120 kiloqram kütləli cisim sənə 20 kiloqram cisim kimi gələcək. Amma məsafədə tam 6 dəfə itirəsən. Qüvvədə 6 dəfə qazandın. 20 kiloqram sadəcə cisim kimi gəldi. 120-ni və 22-ni dartarsan da rahat. Deyəsən canım olsun. Amma normalda 120-ni darta bilirdin də. Amma indi bunu 6 dəfə daha çox dartmalısan ki, onu ödənsin. Yəni fizika deyir ki, yəni tərəfsizim, İsveçrədə o 2-ci yanvar müharibəsində tərəfsiz. Bu da onun kimi deyir, tərəfsizim. Oysa bir də mail müstəvi var. Mail müstəvi də çox sadədir. Yəni o da bitirdi. Gördük ki, bu metod mövzu sadə oldu. 6 mail müstəvi. Mail müstəvi. Mail müstəvidə nə olur? Bura H olsun, bura L olsun. Bura alfa olsun. İş həmişə yadında saxla. İş. L bölünsün H-dır. L. Bunu deyirlər. L bölünsün H. L deyirlər buna. Qazanc nəyə bərabər olur? İş dedim. Mən bir yaxı iş dedim. Qazanc dedim. Qazanc nə olur? L bölünsün H. Şimdi bunu belə bir şey də verirlər. Bu alfa niyə verdim? Bu sinusunu ifadə edilmiyor. Sinus alfa nəyə bərabərdir? Qarşı bölüm H bölünsün ilə bərabərdir. H indi buradan hər tərəf tərsinə çevirsək, çünki burada L bölünsün H-dır. H bölünsün L-dir. Ona görə də olur 1 bölünsün sinus alfa. Təkcə sinus alfa yox. Çünki yəni bunu niyə görə sinus alfa ilə dedim, mən sinus alfa ilə dedim. Tutaq ki, sualda olur. Deyirsən ki, ay Allah, H bölünsün L-dir, yoxsa L bölünsün H-dir. Qaçışırsan. Tez nə edirsən? Sinus tapasın, tərsini çevirəsən. Çünki sinusun tərsinə bərabərdir.